Gəlin 9-cu sinif riyaziyyat OTK sınağının izahına baxaq. 31-ci sual. 31-ci sual. 8 böl kök altda 2 kəsirin məxrəcini irrasionallıqdan azad edin. Kök altda 2-yə vururuq. Surət və məxrəcini kök altda 2-yə vursaq alarıq 8 kök altda 2 böl 2 və nəticədə 4 kök altda 2 alırıq. Doğru cavab Y variantı. Gəlin 32-ci sualın izahına baxaq. 5x kvadrat çıxılsın 4x bərabər 0 tənliyinin müsbət kökünü tapın. X-in mütəzə xaricinə çıxartsaq, alarıq x1 bərabər 0, 5x minus 4 bərabər 0, 5x bərabərdir 4, x2 bərabərdir 4 böl 5, o da 0,8, müsbət kök 0,8 olacaq. Doğru cavab C variantı. Gəlin 33-cü sualın izahına baxaq. Sistem tənlik 2x plus y bölünsün. 2x plus y bərabərdir 14. 3x minus y bərabərdir 6. Tənliklər sistemindən x-i tap deyir bizə. Tərəf-tərəfə toplama üsulu ilə həll etsək, 5x bərabərdir 20. X bərabərdir 4 alacaq. Doğru cavab C variantı. Növbəti suala keçək. Növbəti sual 35-ci sualdır. 5/1 hissəsi dolu olan çənin boş hissəsinin, demək dolu bizdə 5/1 hissədirsə, boş hissəsi isə 5/4 hissəsinə bərabər olacaq. Çənin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Boş hissənin həcmini bölürük 5/1-ə. 5/4 vur 1/5, ixtisar getsə 4 dəfə çox olacaq. Doğru cavab D variantı. Gəlin 36-cı sualın izahına baxaq. Katetləri, tutcaqlı üçbucaq çəksək, katetləri 5, 6-dır. Tutcaqlı üçbucağın sahəsini tap. 2/1 AB düsturuna əsasən katetlərin hasilinin 2/1 hasili 2/1 vur 5 vur 6, ixtisar aparsaq 15 alırıq. Doğru cavab B variantı. Gəlin 37-ci suala baxaq. Əkop 12, 84 üstə gəl əbub 83, 84. Ardıcıl ədədlərin əbubu bilirik ki, 1-ə bərabərdir. Əgər ədədin biri digərinə tam bölünürsə, əkop bu ədədlərdən böyüyünə bərabərdir. Cəm 85-i verəcək. Doğru cavab C variantı. Gəlin 38-ci sualın izahına baxaq. Y bərabərdir mənfi x kvadrat plus 3x plus m funksiyasının qrafiki mənfi 2, 2 nöqtəsindən keçir. Koordinatlar biri x-i, biri y-i göstərirsə, 2 bərabərdir mənfi 2-nin kvadratı plus 3 vur mənfi 2 plus m şəklində yazsaq, mənfi 4 minus 6 plus m, m bərabərdir 2 plus 4 plus 6, 12-yə bərabər olacaq. Doğru cavab D variantı. Gəlin 39-cu sualın izahına baxaq. A nöqtəsi koordinatı 3, mənfi 2, B nöqtəsi koordinatı 8, 10. Nöqtələr arasındakı məsafəni taplayırsa, D bərabərdir x2 minus x1-in kvadratı plus y2 minus y1-in kvadratı. Bu düstura əsasən AB məsafəsini tapsaq, 8 minus 3-ün kvadratı plus 10 çıxılsın mənfi 2-nin kvadratı və alarıq ki, 5-in kvadratı plus 12-nin kvadratı, 25 plus 144, 169-a bərabərdir. Bundan da kök 13 çıxır. Doğru cavab B variantı. Gəlin 40-cı sualın izahına baxaq. Ədəd oxunda mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6 və sonra mənfi 6,3 gəlir. Sağda yerləşən mənfi tam ədədlərin cəmini tap. Mənfi tam ədədlərimiz mənfi 6 plus mənfi 5 plus mənfi 4 plus mənfi 3 plus mənfi 2 plus mənfi 1-ə bərabərdir.
Mənfi 11, 15, 18, 20, 21 alırıq. Mənfi 21'e bərabər olacaq. Doğru cavab A variantı. Gəlin 41-ci sualın izahına baxaq. 41. A və B çoxluqları üçün Euler-Venn diaqramını çəksək, A çoxluğu, B çoxluğu. N, A kəsişir B 7'yə bərabərdir. Buraya yazsaq 7. N, B-nin A-dan fərqi 4'ə bərabərdir. Yalnız B-yə aid olan hissədir. Görürük ki, NB 4 plus 7 11'e bərabər olacaq. Doğru cavab D variantı. Gəlin 42-ci sualın izahına baxaq. 3A bölünsün 4 bərabərdir 1/12B. Tənasübdən istifadə etsək 36AB bərabər 4. AB bərabər 4/36. İxtisar aparsaq 9'da 1 alacaq. Doğru cavab C variantı. Gəlin 43-cü sualın izahına baxaq. Çevrənin radiusunu 4 dəfə artırsaq, R1 bərabərdir R. 4 dəfə artırsaq R2 bərabər 4 olacaq. Çevrənin uzunluğu S1 bərabərdir 2pi R1, yəni 2pi R. S2 bərabərdir 2pi vur 4R bərabərdir 8pi R olacaq. S2'nin S1'ə nisbəti 8pi R böl 2pi R. Pi R ixtisar gedir və 4 dəfə artar. Doğru cavab A variantı. Davam eləyək. 44-cü sual. A bərabərdir 28.000. Standart şəklində yazsaq A bərabərdir 2,8 vur 10 üstü 4 yazarıq. Burada qiymətli hissə 2,8. Tərtib isə 4'ə bərabərdir. Doğru cavab A variantı. Gəlin davam eləyək. 45-ci sual. A plus B bərabərdir 4. C minus A bərabərdir -2 olarsa, A kvadrat minus AC plus AB minus BC plus 1 ifadəsinin qiymətini tap. Əvvəlcə sadələşdirək. Burada neyniyərik? Buradan 2 qruplaşdırsaq, A çıxar mötərizə xaricinə, A minus C. Buradan da B-ni çıxardaq. Gəlin baxaq. Alarıq A minus C, A plus B plus 1. C minus A -2'dirsə, A minus C 2'yə bərabər olacaq. A plus B isə 4'dür. 2 vur 4 plus 1 bərabərdir 9 olacaq. Doğru cavab B variantı. Davam edək. 46-cı sual. 2 paralel düz xətti sekəsəndir. Görürük ki, bucaq 2 və bucaq 1 daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Bucaq 2 minus bucaq 1 100 dərəcəyə bərabərdir. Sistem şəklində yazsaq və toplama üsulundan istifadə etsək, 2 bucaq 2 bərabərdir 280, bucaq 2 bərabərdir 140 dərəcəsini almış oluruq. Doğru cavab 140 dərəcə. Gəlin 47-ci sualın izahına baxaq. Turist əvvəlcə yolun 30%-ni, birinci halda 30% gedib, qalan yolun 60%, qalan yol 100%-dən 30% çıxsaq, vurub 60'a bölürük 100'ə, 42% almış oluruq. Cəmi gedilən yol 30% üstəgəl 42% bərabərdir 72% olacaq. Yolun neçə faizi gedilməmiş qalır? 100%-dən 72% çıxsaq, gedilməmiş yol 28%-dir. Doğru cavab 28. Gəlin davam edək.
48-ci sualın izahına baxaq. 3 bucaq verilib bizdən. A, B, C. AD perpendikulardır BC-yə. BAC bucağı 45 dərəcədir. CD böl AD 1 bölək kök altda 3-ə bərabərdir. Yəni 1x kök altda 3x yaza bilərik. Bəli. ABC bucağının dərəcə ölçüsünü soruşur. Üçbucaq ADC düzbucaqlı üçbucaqdır. Görürük. Bucaq C-ni bir alfa ilə işarə eləsək, tangens alfa bərabərdir. Qarşıdakı katetin bitişik katete olan nisbətinə düzbucaqlı üçbucaqdan tangens alfa bərabərdir. Qarşıdakı katetin bitişik katete olan nisbəti bu düstura əsasən tangens alfa bərabərdir. Bir dəqiqə. CD 1x-dir. AD kök altda 3x. Bəli. Almış oluruq. X-lar ixtisar aparsaq kök altda 3 alırıq. Bilirik ki, tangens kök altda 3-ü alır 60 dərəcədə. Alfa bərabər 60 olur. Bucaq BAC 45 dərəcə verilib. Bucaq ACB 60 dərəcə verilib. Və bizdən ABC-ni soruşur. Üçbucağın bucaqlarının cəmi 180 dərəcə olduğuna görə 180 dərəcə çıxılsın 45 plus Bir saniye, burada CD-nin AD-yə nisbəti 1-in kök altda 3-ədir. Burada diqqət yetirmədim. CD-nin AD-yə olan nisbəti 1-in kök altda 3-ədir. Düz yazmışıq. Tangens alfa isə qarşıdakı katetin bitişik katete olan nisbətidir. Bu tangensi verir. Bəli. 45 dərəcə plus 60 dərəcə. Bəli. 180 dərəcə çıxılsın 105 dərəcə bərabərdir 75 dərəcə alırıq. Demək, bucaq BAC, ABC 75 dərəcə almış oluruq. Doğru cavab 75. Gəlin davam edək. 49-cu sualın izahına baxaq. 49. A plus 1 bölü A bərabərdir 7-yə. A kvadrat plus 1 bölü A kvadratını tapırıq. Hər tərəfi kvadrata qaldırsaq və müxtəsər vurma düsturlarına əsasən açsaq, A-lar ixtisar gedir. A kvadrat plus 1 bölü A kvadrat bərabərdir 49 minus 2 47-yə bərabər olacaq. Doğru cavab 47. 50-ci sualın izahına baxaq. 2A plus A7 bərabərdir 2 vur A0. Toplananların cəmi şəklində yazsaq, 20 plus A plus 10A plus 7 bərabərdir. 2 vurulsun 10A plus 0 şəklində yazarıq. Alarıq 11A plus 27 bərabərdir 20A. 9A bərabərdir 27. A bərabərdir 3 alacaq. Doğru cavab 3. Gəlin 51-ci sualın izahına baxaq. 2x plus 1 böyükdür x plus 6-dan. 3x plus 2 böyükdür, 2 kiçikdir. 2 vurulsun x plus 5-dən. Açsaq, 2x plus 2 böyükdür, x plus 6-dan. 3x plus 2 kiçikdir, 2x plus 10-dan. Alırıq ki, x böyükdür 4-dən, x kiçikdir 8-dən. 4-8 aralığına daxil olan ədədlər 5, 6, 7 olacaq. Cəmi isə 18-ə bərabər olacaq. Doğru cavab 18. Gəlin nəzər yetirək.
Bəli. 5, 6, 7 cəm də 18-ə bərabər olacaq. Doğru cavab 18. Gəlin 52-ci sualın izahına baxaq. Belə bir üçbucaq verilmişdir. Düzbucaqlı üçbucaqdır və NM. NM bir düzbucaqlı üçbucaqdır çünki NM perpendikulardır AB-yə. BM 3, M'in 4, N'si 7 olarsa AM-i tap. Pifaqor teoreminə görə üçbucaq MBN-də BN bərabərdir 3-ün kvadratı plus 4-ün kvadratı 9 plus 16 25, ondan da 5 çıxır. Demək BN 5-ə bərabərdir. Onda BS bərabərdir 5 plus 7, o da 12-yə bərabər olacaq. Üçbucaq MBN oxşardır üçbucaq ABC-yə. Onda gəlin AB tərəfini X götürsək, AB-nin BN-ə nisbəti bərabərdir MB-nin BC-yə nisbətinə. Bu şəkildə yazsaq, X-in 5-ə nisbəti bir dəqiqə MB yox, BC-nin MB-yə nisbəti. BC bizə 12, MB isə 3-dür. Alarıq ki, 3x bərabərdir 60, x bərabərdir 20-ni alarıq. Demək, AB tərəfi 20-dir. Bizdən AM tərəfini soruşur. AM bərabərdir 20 çıx 3 bərabərdir 17 olacaq. Doğru cavab 17. Gəlin 53-cü sualın izahına baxaq. 2 ədəd, birinci ədədimiz x, ikinci ədədimiz y olarsa cəm 6-ya bərabərdir. Kvadratlar cəmi 22-yə bərabərdir. Vuruqlarına ayırsaq müxtəsər vurma düsturlarına əsasən x plus y-in kvadratı minus 2xy şəklində yazsaq 22 bərabərdir. Kvadratı. Burada. O bir dəqiqə. Sonuncu da yəni. Çıxılsın 2xy alırıq. 2xy bərabərdir 14, xy bərabərdir 7-ni alacaq. Doğru cavab 7. Gəlin 54-cü sualın izahına baxaq. 54-də romb verilib. Rombun bütün tərəfləri bir-birinə bərabərdir. Bizə deyir ki, hündürlük H A-dan kök altda 3 dəfə kiçikdir. 1 böl kök altda 3. Yəni H kök altda 3H bərabərdir A-ya. Bu şəkildə yazarıq. Daxilinə çevrə çəksək, diametr H-a bərabərdir. Radius verilib 3 kök altda 3. Onda diametr 6 kök altda 3 olacaq. H da 6 kök altda 3 olacaq. Buradan alırıq ki, 6 kök altda 3 vur kök altda 3 18 olacaq. Perimetr bərabər 4 vur 18 72-yə bərabər olacaq. Doğru cavab 72. Gəlin 55-ci sualın izahına baxaq. 2 çoxluq götürsək, gəl otur, verəm. Verin. A və B çoxluqları NA 6-dır, MB 8-dir, kəsişmə 2-dir. A və B çoxluqlarının onda 6-dan 2 çıxsaq bura 4 eləyir, 8-dən 2 çıxsaq 6 eləyir. Təsadüfi olaraq götürülmüş bir elementin A-nın B-dən fərqi bizdə 4-ə bərabərdir. Hadisəsinin ehtimalını tapın. NA birləşmə B bərabərdir 6 plus 6 12. A-nın B-dən fərqi 7-yə bərabər olacaq. Yazırıq, ehtimal onda ola bərabərdir.
12-də 4 ixtisara aparsaq 3-də 1-ə bərabər olacaq. Doğru cavab 3-də 1. Bu qədər.